Salam əziz dostlar, bugün sizə xüsusi özəl bir xəstəni təqdim etmək istəyirəm. Bu xəstəmiz anadan gəlmə, eşitmə və danışma əngəlli olan bir xəstəmizdir və bəlkə də bunlar onun şikayətini ifadə etmək üçün gecikməyinə səbəb olub ola bilər və yaxud özünü ifadə eləməkdə biraz gecikib. Klinik olaraq T3N1 dediyimiz düz bağırsaq onkologiyası ilə qarşımıza gəldi və burada bütün beynəlxalq standartlar əməliyyatdan öncə total neoadjuvant kimya və radioterapiyanı aparmağı tələb edir bizdən. Eyni şəkildə biz müalicəmizə start verdik. Kemoterapiyası bizim tərəfdən, radioterapiyası isə dəyərli radioloqumuz tərəfindən planlı şəkildə icra olunacaq və hal-hazırda xəstə artıq bugün etibarilə 3-cü kurs kemoterapiyasına müraciət edib. İlk başda olan tenezimlər, yalancı çağırışlar, qəbizlik hissiyatı, davamlı bir doluluq hissiyatı, nəcisdə qanın olması, ağrı hissiyatı artıq bugün onunla biz bir dil tapmağa başlamışıq, danışır və mən anlamağa çalışıram. Artıq şikayətlərinin kifayət qədər gerilədiyini görürük. Çox ümid edirəm ki, axırda əməliyyatdan sonra uğurlu nəticəsini və təşəkkürünü onun öz dilindən eşidəcəyik. Hələlik isə çalışın, sağlamlığınızı qoruyun. Xəstələndiyiniz halda isə sizi anlayan həkiminizə güvənin.